Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugündən artıq sizinlə RFO-ya hazırlaşan şagirdlər üçün günlük 6 sual izahına başlayırıq. İlk suala diqqət yetirək. Sualda bizə belə bir şərt verilib ki, metanın tam yanmasından karbon dioksid və su alınır. Reaksiyanın tənliyini yazın və məhsulların əmsalını cəmini hesablayın. İlk öncə mən metanın yanma tənliyini qeyd edirəm. Metan bilirik ki, keçən ildən, yəni 7-ci sinifdən bilirik ki, ümumi formulu CH4-dür. Yanma tənliyi də oksigenin iştirakı ilə baş verir. Metan üzərinə gəlsin oksigen, şərtdə bizə verir ki, karbon dioksid, yəni karbon qazı və su alınır reaksiya nəticəsində. Sağ və sol tərəfə diqqət etirsək, atomların sayını bərabərləşdirməliyik. Bir karbon atomu sol tərəfdə, bir karbon atomu sağ tərəfdə. 4 hidrogen atomu sol tərəfdə, 2 hidrogen atomu sağ tərəfdə olduğuna görə avtomatik mən burada suyun əmsalına 2 yazmış oluram. Əgər mən suyun əmsalına 2 yazsam, görürəm ki, 2 vurulsun 2, 4 hidrogen atomu olmuş oldu. Oksigen atomuna diqqət etirdikdə isə, burada ümumilikdə 2 oksigen atomu oldu suda, 2 oksigen atomu da karbon qazında. Sağ tərəfdə 4 oksigen atomu oldu, sol tərəfdə də 2 oksigen atomu var. 4-ə gətirmək üçün mən onu 2-yə vurmalıyam. Yəni 2 mol oksigəndə ümumi 4 atom, deməli oksigen olmuş oldu. Yəni mən reaksiyanın sağ və sol tərəfində olan atom sayının hər birini bərabərləşdirdim. İndi isə növbəti olaraq bizə bildirilir ki, məhsulda olan əmsalların cəmini hesablayın. Məhsul, yəni alınan maddə reaksiyanın sağ tərəfində olan maddələrdir. Görürük ki, məhsulda 1 mol karbon qazı, yəni 1 mol, üzərinə gəlsin 2 mol su əmələ gəlir. 1 üzərinə gəlsin 2, məhsulun əmsalları cəmi 3-ə bərabər olmuş olur. Növbəti deməli növbəti məsələyə diqqət edirək. Növbəti məsələdə şərtdə bizə verir ki, 6 qram maqneziumu xlorid turşusu ilə reaksiyasından neçə qram hidrogen ayrılır? İlk öncə mən maqneziumu xlorid turşusu ilə reaksiyasını yazıb bərabərləşdirməliyəm. Maqnezium xlorid turşusu ilə reaksiya daxil olduqda maqnezium xlorid və hidrogen qazı ayrılır. Görürük ki, reaksiyanın sağ tərəfində 2 hidrogen və 2 xlor atomu var. Sol tərəfdə isə hidrogen və xlor atomu 1 ədəddir. Ona görə də mən H-xlorun əmsalına 2 yazıram. Bununla da 2 hidrogen, 2 xlor atomu olmuş oldu. Yəni əmsal hər bir elementin indeksinə vurulur. Maqnezium da sağ və sol tərəflərdə eyni atom sayındadır. Bir şərtdə bizə verilən rəqəmləri maddələrin üzərində, aşağısında isə həqiqi kütlələrini qeyd edirik. Şərtdə bizə verilən rəqəmlər maddələrin üzərində yazıldığını nəzərə alaraq, görürük ki, 6 qram maqneziumun xlor turşusu ilə 6 qram maqneziumun üzərində yazıram. Xlor turşusu reaksiyasından neçə qram hidrogen ayrılır? Yəni, neçə sual əvəzliyində x qram hidrogen. Aşağıda isə həqiqi kütlələri. Maqneziumun bir atomunun kütləsi görürük ki, 24 qramdır. Hidrogenin bir atomunun kütləsi 1 qramdır. 2 atom hidrogenin kütləsi isə olur 2 qram. Deməli, buradan belə nəticə çıxır ki, 6 qram, 24 qram maqnezium reaksiya daxil olduqda 2 qram hidrogen ayrılır. 6 qram da nə qədər olar? X. Və buradan da deməli sağ və sol tərəflərin hasili kimi yazsaq, 24x bərabərdir 12, x də bərabər olur 0,5 qrama. Növbəti suala keçək. Növbəti sualın izahına diqqət edirək. Şərtdə görürük ki, 3 oksigen molekulundan 2 ozon molekulu alınmışdır. Və bizə deyir ki, mol sayının zamandan asılı qrafikinə əsasən x-i hesablayın. Görürük ki, burada ozon 0-dan başlayıb və 4 mol ozon alınıb. Şərtin bizə verdiyi olduğuna görə ozon üzərində yazıram. 4 mol ozon alınmışdır. Və buna əsasən 4 mol ozon alınmışdırsa, qrafikdə bizə oksigenin moluna diqqət etirsək, başlanğıc molu x moldur. Lakin sonda isə 3 mol oksigen görürük ki, qrafikdə artıq qalıb. Nə qədər sərf olunub? Bizə sərf olunan miqdarı lazım idi. X minus 3 mol oksigen sərf olunub. Aşağıda isə həqiqi, yəni bu reaksiya nəticəsində maddələrin mol sayları, əmsalları qeyd olunur. Oksigen 3 moldur, ozondakı 2 moldur. Və reaksiyanı yazmaq üçün, belə deyək də, bu tənliyə əsasən kənar ədlərin hasili orta ədlərin hasilinə bərabər olur. Yəni 3 vurulsun 4, 12 bərabərdir. 2 vurulsun x minus 3. Bu da bərabər olur 2x minus 6-ya. Buradan da 2x bərabər olur 18-ə, x də bərabər olur 9-a.
Deməli, X 9 mol imiş. Növbəti sual izahına diqqət edirək. Növbəti sualda bizə şərtdə bildirir ki, reaksiya daxil olan maddələr və reaksiyadan alınan maddələr. Reaksiyanın tənliyini yazıb və əmsallaşdırın. Alüminium üzərinə gəlsin xlorid turşusu, yəni H-xlor. Buradan alınır alüminium xlor 3, üzərinə gəlsin hidrogen. İlk öncə reaksiya tənliyini bərabərləşdirərkən çalışmalıyıq ki, tək rəqəmləri cüt rəqəmlərə çevirək. Və bu zaman xlor sayı 3 olduğuna görə alüminium xlor 3-ün əmsalına 2 yazıram. Görürük ki, bu zaman 2 vurulsun 3, 6 xlor atomu reaksiyanın sağ tərəfində var. Sağ tərəfində 6 xlor atomu varsa, sol tərəfdə də mən xloru 6 atoma çevirməliyəm. Bunun üçün H-xlorun əmsalında 6 yazıram. 6 vurulsun 1, yəni 6 atom xlor oldu. Və buradan görürük ki, 6 atom hidrogen var. Hidrogen də reaksiyanın sol tərəfinə diqqət etirsək görürük ki, burada deməli reaksiyanın sol tərəfində 2 atom hidrogen var. Bunu 6-ya gətirmək üçün mən əmsalına 3 yazmalıyam. Və 2 alüminium, 2 də buraya yazıram. Alüminium sayı da bərabərləşmiş olur. Reaksiya tənliyini bərabərləşdirdim. Daha sonra deyir tənliyi yazın və əmsallaşdırın. Əmsallaşdırdım. Növbəti reaksiyaya diqqət edirək. Növbəti reaksiyada bizə bildirilir ki, 27 qram alüminium tam sərf olunduqda alınan hidrogenin miqdarını, yəni molunu hesablayın. Biz dedik ki, məsələdə bizdən nə soruşulursa onu maddənin üzərində yazıram. 27 qram alüminium yazıram, 27 qram. Neçə mol hidrogen? Hidrogen üzərində yazıram x mol, yəni bizdən soruşulur da x mol. Aşağıda isə həqiqi, yəni bizə verilən kütlələrini, alüminiumun kütləsi şərtdə verilib 27-dir. Burada 2 alüminium atomu olduğuna görə 2 vurulsun 27, yəni 54 qram alüminium var. 54 qram alüminium reaksiya daxil olduqda görürük ki, neçə mol hidrogen ayrılır? Əmsalına baxaq, 3 mol. Deməli, 54-də 3 mol ayrılırsa, tənlik kimi yazsam, 54-də 3-dürsə, 27-də x mol. Buradan da x bərabər olur, 3 vurulsun 27 bölünsün 54, yəni 1,5 mol. Düzgün cavab 1,5 moldur. Və bunu deməli hesabladıq. Növbəti 19-cu çalışmaya diqqət edirək. 19-cu çalışmada bizə reaksiyaların söz tənliyi verilib, kimyəvi tənliklər soruşulur, yəni əmsalları ilə. Azot üzərinə gəlsin hidrogen N2 plus H2 bərabər olur NH3-ə. Reaksiya tənliyini bərabərləşdirmək üçün tək rəqəmi cütləşdirmək lazımdır. Bunun üçün də NH3-ün qabağına 2 yazıram. 2, 6 hidrogen atomu burada olmuş oldu. Ona görə də mən sol tərəfdə hidrogenin əmsalına 3 yazıram ki, 3 dəfə 2 6-ya bərabər olsun. 2 azot atomu reaksiya bərabərdir. Növbəti reaksiyamız, reaksiyanı verib natrium üzərinə gəlsin su. Reaksiyanın söz tənliyi bu şəkildə olacaq. Natrium üzərinə gəlsin su, ox işarəsi natrium hidroksid üzərinə gəlsin hidrogen. Söz tənliyi bu şəkildədir. Növbəti reaksiya amonyak üzərinə gəlsin oksigen. Amonyak NH3-dür, oksigen O2, əmələ gəlir azot, yəni N2 üzərinə gəlsin H2O. Bu zaman deməli mən bura bu 3 rəqəmini cütləşdirmək üçün amonyakın əmsalını 4 yazıram. 4 dəfə azot, 4 azot var. Burada 2 azot atomu yazıram ki, 2 vurulsun 2, 4 azot atomu olmuş olsun. 4 vurulsun 3. Burada görürük ki 12 hidrogen atomu var. Burada da hidrogenin əmsalını 6 yazıram ki, 6 dəfə 2, 12 hidrogen atomu olmuş olsun. Oksigenə diqqət etirsək görürük ki, oksigen bir yerdədir. 6 oksigen atomu var. Burada da oksigenin 6 olması üçün əmsalına 3 yazıram. Reaksiya tənliyini bu şəkildə bərabərləşdirib cədvəli tamamlayıram. Növbəti suala diqqət edirək. Bizə natrium OH-la HNO3-ün reaksiyasını verib. Natrium OH, natrium hidroksid, üzərinə gəlsin nitrat turşusu, yəni HNO3. Reaksiya nəticəsində natrium NO3 alınır və su H2O ayrılır. Reaksiyanın sağ və sol tərəfinə diqqət etirsək, görürük ki, 1 natrium, 1 natrium, 1 azot, 1 azot, 3 oksigen, üzərinə gəlsin H2O-da da 1 oksigen, cəmi 4 oksigen var sağ tərəfdə, sol tərəfdə 4 oksigen, hidrogen 2 reaksiya bərabərdir. Və bizə şərtdə nə verilibsə üzərində yazıram. Natrium OH-un kütləsi 20,
HNO3-ün kütləsi 31,5. Daha sonra x qram natrium NO3 alınır və 9 qram da su alınır. Aşağıda isə bu maddələrin həqiqi elmi kütlələrini yazıram. Deməli, mR natrium OH kütləsi 40 qramdır. HNO3-ün kütləsi 63 qramdır. Natrium NO3-ün kütləsi 85 qramdır. Suyun kütləsindəki 18 qram edir. Şərtdə bizə verib. Və buna əsasən mən x-i hesablamalıyım. Görürəm ki, qrafikə diqqət yetirəndə, bu reaksiya təhlilinə diqqət yetirəndə görürəm ki, 40 qram natrium OH reaksiyaya girəndə 18 qram deməli su alınırsa, 9 qramda da 20 qram alınır mütənasib şəkildə. Və yaxud da görürəm ki, 63 qramda 18 qram su alınırsa, 31,5-də də 2 dəfə az, yəni 9 qram. Buna əsasən də mən tənasib qurub bu x-i hesablaya bilərəm. Yəni 18 qram su alınanda 85 qram əgər burada natrium NO3 maddəsi alınırsa, 9 qram da nə qədər olacaq? X. Yəni bu şəkildə yazıram tənasibi. 18 qram su olanda H2O-da 85 qram natrium NO3 alınır. Bəs 9 qram su reaksiyaya daxil su alınsa nə qədər deməli natrium NO3 alınır? X qram. Buradan da x bərabər olur 82,5 qrama. X bərabərdir 82,5 qram.